Bir tərbiyə prosesi çox mürəkkəb bir prosesdir. Sırf qadağalarla məsələləri tənzimləmək nə mümkündür, nə mən bunun tərəfdarı deyiləm. Bilirsiniz, qadağalar ümumiyyətlə insanlarda bəzən yersiz maraq yaradır. Mən demirəm tərbiyə zamanı heç nəyi qadağan etmək. Yəni burada bir orta yol tutulmalıdır. Yeri gəlmişkən dinimizin də tərbiyə konsepsiyası mövcuddur. Yəni dinimizdə tərbiyə 7 illə bölünür. İlk 7 ildə uşaqların tam sərbəst buraxılması haqda hədislərimiz mövcuddur ki, uşaqlar 7 yaşına qədər tam azad olmalıdır. Onlara hər hansı bir məhdudiyyət tətbiq edilməməlidir. Təbii ki, uşaqlar kənardan nəzarət olunmalıdır, qorunmalıdır, amma olmaz sözünü mümkün qədər eşitməməlidir 7 yaşına qədər. 7 yaşdan sonra isə artıq hədislərdə qeyd olunur ki, övladlarınıza ədəb öyrədin. Yəni müəyyən məhdudiyyətləri tətbiq etməyə başlayın, amma bunu məhəbbətlə edin. Yəni məhəbbət göstərin. Ailələrdə məhəbbətin azalması neqativ hallara gətirib çıxarır, aqressiyaya gətirib çıxarır. Cinayətlə məşğul olan insanların bir çoxu ailələrdə məhəbbət görməyən insanlardır. Həmin əxlaqsızlığa meyllənən insanların bir çoxu ailələrdə məhəbbət, isti münasibət görməyən insanlardır. Ona görə də ailələrdə mən düşünürəm ki, düzgün tərbiyə olunarsa gənclər bu kimi hallara az meyllənərlər. Onun üçün də biz övladlarımıza təkcə nəsihət verməklə kifayətlənməməliyik. Biz çox öyrəşmişik ki, biz övladlarımızı ancaq danlayaq, yol göstərək. Xeyr, biz onların azadlığını təmin etməliyik. Onların fikir azadlığına hörmət bəsləməliyik. Onların düşünərək hər hansı bir nəticəyə çatması üçün zəmin yaratmalıyıq. Onlarla danışmalıyıq, müzakirə etməliyik, fikirlərini dinləməliyik. Yalnız öz fikirlərimizi onlara yeritməyə çalışmamalıyıq. Yəni diktə etməyək ki, yəni. Bəli, azad mühitdə böyüyən gənclər, ailə tərəfindən hörmət, məhəbbət görən gənclər adətən özünə hörmət edir və özünə hörmət edən insanlar da bu kimi xoşa gəlməz hərəkətlərə yol vermir. Bəzi səhvlər var ki, o səhvi etmək imkanı yaratmaq lazımdır övladlarımız üçün. Məsələn, biz dərhal hər hansı bir səhv addımın qarşısını beşiyində boğmamalıyıq, almamalıyıq. Biz görürüksə övlad, əlbəttə bu işlə ciddi məşğul olmalıyıq. Görürüksə ki, hansısa səhv addımlar atır. Bəzi hallarda onun təbii olaraq səhv edib və səhvin nəticəsini görüb qayıtmasına diqqət etməliyik. Bəzi səhvlər var ki, bəli, orada biz öz iradəmizni ortaya qoya bilərik, hansısa bir məhdudiyyətlər də tətbiq edə bilərik. Əsas məsələ bundan ibarət ki, tərbiyənin əsasını məhdudiyyət təşkil etmir. Tərbiyənin əsasını ünsiyyət təşkil edir, azadlıq təşkil edir. Tərbiyə prosesində övlad özünü bir yetkin şəxsiyyət olaraq görməlidir valideynin qarşısında. İnanın ki, bu olduqca önəmli mövzudur və bizim ailələrdə təəssüf ki, bəzən tam şəkildə buna riayət olunmur.